Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, yaxşısınız. Gəlin bir neçə fərqli sualın izahına baxaq və sualların üzərindən qaydaları öyrənək. Düzəldiyi nitq hissəsi baxımından sıralamanı hansı sözlə davam etdirə bilərik? Düzəldiyi nitq hissəsi deyəndə bilirik ki, sonuncu leksik şəkilcidən əvvələ baxırıq. Sonuncu leksikdən əvvələ. Yəni, loru dildə desək, sözü kök və şəkilciyə ayırırıq. Kök və şəkilciyə ayırdıq. Sonuncunu əlimizlə gizlədirik. Ondan əvvəl də əlimizdə nə qalırsa həmin hissədən düzələcək. Burada düzəlmə əvəzinə yaranma da deyə bilər. Hər halda eyni qaydanı tətbiq edəcəksiniz. Bölməkdən bölücü, donmaqdan dondurmaq dondurucu, ucunu atıram dondurmaq feilindəndir. Bölmək feilindəndir. Sökmək feilindən sökük, batmaqdan batıq, sınmaqdan sınıq, tıxamaq feilindən tıxac. Yəni isim yaranıb. Öymək feilindən öyüd. Mən bura nə tapmalıyam? Feildən düzələn hər hansı bir söz tapmalıyam. Tərtibdən tərtibat, dağınıq sadə, çökmək, çökək, çökəklik, çökək ismindən yaranar. Və ya çökək necə yer? Sifət, uzun sifətindən yaranar. Feildən yaranmaz, kökü feildir. Yaxalamağın kökü, burada qabları yaxalamaq deyə bilərikmi? Məsələn, qabları yaxalamaq deyəndə, paltarı yaxalamaq deyəndə belə olacaq. Adamı, oğrunu yaxalamaq deyəndə yaxa sözün kökü la leksik olar. Yəni, hər halda feildən düzəlməyəcək. Dil sözün kökü dildən diləmək, diləməkdən dilənmək, dilənməkdən dilənçi. Burada çini atacam. Nə qaldı əlimdə? Dilənmək feilindən dilənçi. Yəni, hamısı feildən düzəlmişdi. Mən bura D-ni yazsam uyğun olacaq. Gəlin bu tipdə olan sualı necə işləsək bizə vaxt qazandırar. Yəni, imtahanda vaxt önəmlidir. Baxırıq ki, uşaqlar, burada bir dənə 4 var. Burada da bir 4 var. Sonra 6-dan bir dənə buradadır, buradadır, buradadır. Neyəcəm? Aid olduğu düzgün məna qrupunu deyir. Sonra 3 bir dənə buradadır, sonra buradadır və buradadır. Gəlin baxaq. 3-ə baxaq. Deyir, indi qaranlıq səhnədən onun yalnız səsi gəlirdi. Yəni, çox olanlardan baxıram. Səhnə bilir ki, konkret yer olanlar isim olacaq. İsimin altında işarə qoyubsa düz fikirdir. Deməli, neyəcəm? 3 olan variantları saxlayacam. 6 da çox idi. Gəlin, indi 6-dan baxaq. 6-ya baxaq. Gün ortaları yatmaqdan doymurdu. Gün orta, səhər, axşam, gecə, gündüz üzərinə isim aid şəkilçi qəbul etsə də, yəni morfoloji baxımdan öz zərfin sualına cavab verirsə, o artıq yenə də zərfdir. Gün ortalı nə zaman? Demək, 6 da doğru zərf yazıb. 3-6 olan variantım haradadır? A variantında. Bu şəkildə tapıb rahat işləyə bilərsiniz. Hansı ki çoxdur, ondan yola çıxın, ya çıxdaş eləyəcəksiniz, ya da cavabınız qalacaq. Uşaqlar, subyektlə obyekt arasındakı münasibətə görə təsriflənən feillərdən biri fərqlidir. Qısacası bizi burada çaşdırmaq, uzun yolla aparmaq istəyir. Qısacası qrammatik mənasına görə, feilin qrammatik məna növlərinə görə deyir biri fərqlidir. Subyekt iş görəndir, obyekt üzərində iş görüləndir. Yəni, bilirik ki, bu məna növləri o baxımdan qruplara bölünür. Hadisəni görən kimi ürəyim döyündü. Döymək, döyünmək, döyündü. Həm şəkilçi var, həm də üzərində görüb, işi görüb. Bu qayıdış növdədir. Geyinmək, geyinmək, geyinmişdi. Bu da qayıdış növdədir. Sonra öymək, öyünmək, öyünür idi. Bu da qayıdış növdədir. Özü öyünürdü. Yenə görmək, görünmək, göründü. Hamısında şəkilçi var və işi özlərində görür. Hamısı qayıdış növdədir. Müəllim, gözləri doldu, özü dolub da, işi özlərində görüb, eybi yox, doldu. Şəkilçi var burada, ıl-ınlı yoxdur. Şəkilçi yoxsa hansı növdə olacaq? Məlum növdə. Deməli, C variantı fərqləndi. Məlum növdə götürəcək. Yəni, növləri tapanda birinci şəkilçini tapmaq lazımdır. İlişdirinlə yadda saxlayırıq. Sonra baxırıq ki, şəkilçi il üstü 4, ış üstü 4, dır üstü 4, ın üstü 4. Şəkilçini tapandan sonra məzmuna baxırıq və yəni daha doğrusu ən ikinci baxacağıq feildən düzəlməsinə, üçüncü məzmuna baxacaq. Yəni, üçü bir yerdə vəhdət təşkil etməlidir. Feildən düzəlməyibsə, məlum növdə götürəcək.
Gəlin bu suala baxaq. Deyir, sözlərdən birinin tələffüzündə açıq sait, qapalı saitə keçmir. Başlaya sözünün tələffüzü başlıya formasında olur. Başlıya. Orada a, ıya keçdi. Dinləyəsən, dinləyəsən. Dinləyəsən. Burada keçdi. Ə, iyə keçdi. Təsdiqləyin, təsdiqləyin, təsdiqləyin. İyə keçmiş olacaq. Sonra dimdikləyib, dimdikləyib olacaq, dimdikləyib. Ucuzlaşdı sözündə olmayacaq. Açıq sait qapalıya keçmir. Gəlin buna baxaq. Elə ki, səhər açılırdı, atam yuxarı qalxıb böyük qardaşımı səsləyər, sonra isə birlikdə tarlaya gedərdik. Zərflərin deyir. Məna növləri. Zərf deyəndə 4 hərfli nitq hissəsinin məna növünü axtaranda cümləni sintaktik təhlil etməyəcəksiniz. Elə ki, səhər açılırdı. Elə ki, burada ədat. Nə açılırdı? Səhər. Buradakı səhər isimdir. Nə sualınacaq? Nə zaman deyə bilmirəm. Feildir. Ata isimdir. Yuxarı yer zərfidir. Qalxmaq feildir. Böyük sifətdir. Qardaş isimdir. Səsləyər feildir. Sonra müstəqil işləmsə zaman zərfidir. Birlikdə, təklikdə, birlikdə bu tərz hərəkət zərfidir. Tarla məkan bildirən isimdir. Getmək feildir. Cəmi burada 3 dənə zərf oldu. Yer zərfi oldu. Sonra zaman zərfi oldu, sonra tərz. Yer, zaman, tərz. Yəni, zərf axtaranda qətiyyən sintaktik təhlil etməyəcəm. Burada deyək ki, cümlələrin birində yəlik halda olan məstər aid olduğu sözlə birlikdə mübtəda vəzifəsindədir. E-dən başlayacağım. Onun belə uğurlu olmağı hər kəsi təəccübləndirdi. Təəccübləndirdi kimi? Hər kəsi. Nə? Onun uğurlu olmağı. Onun uğurlu olmağında burada yəlik halda əvəzlikdir. Məstərdə mənsubiyyətdir. Gecə gündüz işləməyin bugün özünü göstərdi. Özünü göstərdi. Nə zaman? Bugün. Nə? Gecə gündüz işləməyin. Burada mənsubiyyətdir və hal deyil. Artıq gözləməyin faydası hiss edirdik. Nəyi? Gözləməyin faydasını. Burada gözləməyin faydasını tamamlıqdır. Bir yerdə tamamlıq. Yəlik tamamlıqdır. Səhnədə ağlaya-ağlaya oxumağı hamımızı kövrətdi. Kimi? Hamımızı. Nə? Səhnədə ağlaya-ağlaya oxumağı. Onun oxumağı. Burada mənsubiyyətdir. Hal yoxdur. Yaşamağın faydası yox idi. Nə? Yaşamağın faydası. Bax, burada yox idi. Tək başına xəbərdir. Predikativ sözdür. Suala cavab vermir və ismi xəbərdir. Yoxdur deyə bilirəm. Yəni, idi burada müstəqil deyil. Burada yəlik haldır. Mənsubiyyətlə bərabər xəbər vəzifəsindədir.